Gördüğünüz kimi Belçikanın Brüssel şəhərindəyik. Bu binalar hamısı UNESCO'nun qeydiyyatında olan binalardır. Bax görürsünüz. Bax görürsünüz. Bu binalar hamısı, bax bütün binalar, bax. Bax bütün binalar hamısı bax UNESCO'nun qeydiyyatında olan binalardır. Bunlar bildiyiniz kimi hər biri tarixi bir binadır. Bu tarixdə olan bu binaların forması deyərdim ki dünya tarixində bunların hamısı bir var. Olacaq. Burada bələdiyyə yerləşir, ticarət mərkəzləri var içində, kafelər var, restoranlar var. Ümumilikdə çox, necə deyərlər, zəngin binalardır. Çox həddindən artıq zəngin binalardır. Neçə gün olar ki, mən Avropada gəzirəm, artıq bu Avropanın 5-ci, 10-cu şəhərindəyəm. Ancaq belə bir şey, nəhəng bir şey görməmişdim. Burada gördüklərim, birinci dəfə gördüklərimdir. Çox, necə deyərlər, bilmirəm videoda necə düşür, ancaq çox nəhəng və çox xüsusi bir görünüşü var. Bu görünüşlər də bütün deyərdim ki, Avropa hər biri gəlir burada video şəkil, digər ölkələrdən çəkdirə gedirlər. Bu meydan elə bir meydandır ki, hansı tərəfə baxsan, orada bir xüsusi bir gözəllik var. Bax, buna baxırsan, bir gözəllik var. Sonra obursuna baxırsan, xüsusi bir gözəllik var. Obursuna baxırsan, digər gözəllik var. Obursuna baxırsan, digər gözəllik var. Ancaq onu bilirəm ki, bu Avropanın olan bir tarixi olan bölgəsi, mən inanıram ki, bizim Türk dünyasında olduğumuz bölgələr əlbəttə bundan böyük tarixi bir yerdir. Ancaq bunlar baxmayaq bu günləri Avropa, Amerika böyük formada, böyük nüfusa, böyük gücə malik olduqlarına görə bunlar dünyada biraz da bəzəylənmiş, biraz da üzə çıxardılmış və qorunma kitablarına verilmiş. Biz inanırıq ki, tez zamanda bu, necə deyərlər, müsəlman ölkələrində, Türk ölkələrində də UNESCO'nun, SESCO'nun kitablarında yeni-yenindən bizim Türk tarixlərimiz də artacaq. Ancaq ona baxmayaraq Avropanı gəzdikcə bir daha da Avropanın genişliyin, mədəniyyətin, ümumilikdə Avropa deyiləndə nədən ibarətdir, onu bilirsən. Ona görə də gəzmək mütləqdir və Avropa necə öz qanunları ilə və görürsünüz, arabasını keçmiş bir formada öz faytonun deyək belə qoruyub saxlayır. Ancaq biz inanırıq, bizdə də qorunub saxlamaqlar güclü olacaq. Türk, hər bir Türk öz kökünü, hər bir Türk öz şəhərini, Türkə məxsus olan yeri hər bir Türk tanımalıdır. Və bunlar necə tanıyırsa, ona görə Türk birliyi qurulacaq və Türk birliyi qurulub, bu qurulan Türk birliyi inkişaf edəcək və ümumilikdə də hər zaman öz mövqeyini tutacaq. Gördüyünüz kimi, bax indi, bax mahnı oxudu.